Mən bugünə nəzərdə tutulan sonuncu 5-ci qarşılaşmanın iştirakçılarını bura dəvət etmək istəyirəm əziz tamaşaçılarımız. Beləliklə, bu meydana göy girişdən Rəşidə Əbdülcəlil gəlir. Onun rəqibi qırmızı girişdən Səbinə Qaralova gəlir. Və Zura Bəxtiyarov bura dəvət edirəm. Hakim indi iştirakçılarının qollarını sıxmasını istəyir. Son göstərişlərini verir iştirakçılara və biz ilk raundu, bu maraqlı qarşılaşmada ilk raundun birazdan şahidi olacaq əziz tamaşaçılarımız. Və ilk raund başladı, alqışlarının sədası altında əziz tamaşaçılarımız. İlk raund başladığı kimi də çox tez bitdi. Rəşidə xanım ilk raundun qalibi oldu. Start verildi ikinci raunda və Rəşidə xanım ikinci raunda qalibiyet. Təmiz qələbə Rəşidə xanım çox təmiz qələbə qazandı. Beləliklə iştirakçıları bura dəvət edirəm. Yəni bizim iştirakçılarımız bura dəvət olunurlar və mən indi bir-bir onlara yaxınlaşıb bugün məğlub olan 5 iştirakçıdan hər hansı birinin kimi daha çox təbii ki onlar özləri istəyirlər getsin səsini alacağım. Beləliklə mən artıq yaxınlaşıram bizim iştirakçılarımıza. Kim? Qoşa. Qoşa, yəni Səbinə xanım. Buyurun. Nazilə. Nazilə xanım. Səbinə xanım. Qoş. Səbinə xanım. Nisə. Nisə xanım. Səbinə. Səbinə xanım. Səbinə. 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 Aysel. Aysel və Aysel. Aysel. Amma bu heç nə dəyişmir. Səbinə xanım. Səbinə xanım bu günləri getsin, qalsın da mübarizə aparacaq və mən Səbinə xanımı bura dəvət edirəm. Digər iştirakçılara təşəkkürümü bildirirəm. Mən rəqibinizin adını soruşacağım sizdən. Amma bundan əvvəl Zura Bəxtiyarov bura dəvət etmək istəyirəm bizim hakimi. Və kimdir? Kimdir bugün sizinlə getsin, qalsın da mübarizə aparan? Mehriban. Mehriban xanım bura dəvət edirəm. Və baxın, burada cəmi bir raund olacaq. Cəmi bir raund və bu raund bu şovda kimin qalıb, kimin getməsini müəyyənləşdirəcək. Və indi hər şey hazırdır ki, hakim ilk raunda deyən yeganə raunda, onu da qeyd edeyim, bu görüşə start versin və start verir. İndi iştirakçılarımız çox çalışırlar ki, amma nəsə əllər demək olar ki, az qalır. Açıldı. Açıldı, indi hakim əlləri bağlayacaq. İlk və yeganə raund bu qarşılaşmada çox maraqlı, çox gərgin keçəcək. Bunu mən indidən artıq anons verə bilərəm. Artıq demək olar ki, başladı, hər şey başladı görüşdə. İndi Mehriban xanım çox çalışıb, bəli, Mehriban xanım qalib gəldi Mehriban xanım bu qarşılaşmada. Səbinə hər halda çox güclü bir rəqib seçmişdi özünə. Mən indi sözü Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olan Cəsarət Əhmədova vermək istəyirəm. Sizin alqışlarının sədası altında bugünkü görüşlərə öz münasibətini bildirmək üçün. Bugünkü görüşdə də bizi qane elədi. Bütün studiyada əyləşən insanlar, ekran qarşısında əyləşən bütün idman sevərləri və Azərbaycan tamaşaçılarının hamısını salamlayıram. Bugünkü görüşdə də bizi qane elədi. Efirimizin də vaxtı az olduğuna görə hamımıza xüsusi minnətdarlığımı bildirirəm. Sağ ol. Təşəkkürlər Cəsarət bəy. Siz tamaşaçılarımıza onu da qeyd edirəm ki, gələn həftənin çərşənbə axşamı saat 22:00-da bizlərə baxmağı unutmayın. Sizlə mən Hacı Həsənoğlu idim. Bu zərif güclər idi. Sağ olun.